Bugün dünyaya baxışda izləyəcəksiniz. Barack Obama Vaşinqtona qayıtdı. Suriyada zorakılıqlar davam edir. Yeni qasırğa New Yorku işıqsız qoyub. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Bugün Suriyanın Dəməşq və Hələb şəhərlərində üsyançılarla hökumət qüvvələri arasında döyüşlər zamanı azı 130 adamın öldüyü deyilir. Bu arada isə Dəməşqdə parlament spikerinin qardaşının işə gedərkən qətlə yetirildiyi xəbər verilir. Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları müşahidəçilərinin bildirdiyinə görə İdlib şəhərində hava hücumları zamanı 60-dan çox mülki vətəndaş həlak olub. Parlament spikeri Cihad Lamanın Prezident Bəşar Əl-Əsədi dəstəklədiyinə görə üsyançılar tərəfindən hədəf alınan rəsmlərdən biridir. Bu ilin iyul ayında Əsədin qayını da daxil edilməklə Dəməşqdə 4 yüksək səviyyəli təhlükəsizlik işçisi qətlə yetirilmişdi. Pakistan rəsmləri Kəraçidə yarı hərbi qüvvələrin yerləşdiyi binanın qarşısında törədilmiş intiharçı hücumunun 3 nəfərin ölümünə, təxminən 18 nəfərin yaralanmasına səbəb olduğunu deyib. Ranger kimi tanınan yarı hərbi qüvvələrin sözçüsü intiharçının maşını binanın darvazasına çırpdığını, lakin binanın içərisinə daxil olmağa müvəffəq ola bilmədiyini deyib. Binaya ciddi zədə dəydiyi deyilir. Pakistanın Kəraçi şəhərində siyasi, etnik və tərəqqətlər arası gərginlik ucbatından zorakılıqların artdığı müşahidə edilir. Dünyaya baxış web xəbər bülletenini izləyirsiniz. Çinin vəzifədən gedən prezidenti Hu Jintao Çinin mühüm qurultayının açılış mərasimində çıxış edərək korrupsiyanın Komünist Partiyasının hakimiyyətdə qalmasına ölümcül zərbə ola biləcəyinə dair xəbərdarlıq edib. Pekinin Xalq Sarayında 2000 nəfərdən çox nümayəndənin önündə çıxış edən prezident Hu deyib ki, partiya hər şeyin qanun qarşısında bərabər olduğuna əmin olmalıdır. O, böyük məbləğdə rüşvət almaqda təqsirləndirilən və həyat yoldaşının Britaniyalı biznesmeni qətlə yetirən, vəzifəsindən kənarlaşdırılmış yüksək vəzifəli siyasətçi Bo Şilayini vurğulamayıb. İş yüksək səviyyədə korrupsiya qalmaqalı və partiya daxilindəki dərin parçalanmanı aşkara çıxarıb. Bir həftə davam edəcək partiyanın 18-ci qurultayı zamanı cənab Hunun partiya sədrliyindən gedəcəyi gözlənilir. O vəzifəni mart ayında prezident olacaq, vitse-prezident Xi Jinpingə təhvil verəcək. Yeni lider rəsmi korrupsiya səviyyəsi, həmçinin yoxsul və zəngin təbəqələr arasındakı uçurumla əlaqədar insanların görünməmiş narazılıqları ilə qarşılaşacaq. Qurultayla əlaqədar Pekində ciddi təhlükəsizlik tədbirləri görülüb. 2012-ci il seçki kampaniyaların başa çatması ilə yenidən prezident seçilmiş Barack Obama diqqətini ölkənin böyük borcunun həll edilməsi üçün konqres liderləri ilə danışıqlara yönəldir. Ağ Ev bildirir ki, cənab Obama nümayəndələr palatasının üzvü Respublikaçı Joe Beynerə zəng edərək bu ilin sonu qüvvəyə minəcək avtomatik büdcə ixtisarları və vergilərin artırılması paketini müzakirə edib. İqtisadçılar deyir ki, büdcə ixtisarı paketi maliyyə çətinliklərini daha da artıra və ABŞ-ı yenidən tənəzzül dövrünə qaytara bilər. Senat demokratlarının lideri Harry Reid jurnalistlərə bildirib ki, güzəşt sövdələşməsinin tərkib hissəsi olaraq heç kəs sosial təhlükəsizlik sisteminə toxunmayacaq. Barack Obama və ailəsi dünən seçkidəki qələbəni Chicagoda qeyd edəndən sonra Vaşinqtona qayıdıb. Bugün Birləşmiş Ştatların şimal-şərqində şaxtalı qasırğa, Sandy super qasırğasından sonra özlərinə gələ bilməyən sakinlərin həyatını daha da acınacaqlı edib. Sandy qədər güclü olmasa da, bu qasırğa sahilə özü ilə buzlu yağış və saatda 97 km sürətlə əsən külək gətirib. New York və New Jersey boyu və Connecticut ştatına 17 santimetrlik qarın yağacağı ehtimal edilir. New York ştatında və New Jerseydə Kommunal Xidmətlər İdarəsi təxminən 650 min istifadəçinin işıqsız qaldığını deyib. Onların arasında ötən həftə Sandy qasırğasından bəri işıqsız qalan və elektrik sistemi yenicə bərpa edilmiş mənzillər də var. Yeni qasırğa New York şəhərində qatar və uçuş xidmətlərini dayandırıb. Bugün dünyaya baxışda sizə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Emil Quliyev sizinlə xudahafizləşirəm. Siz Amerikanın Səsini həmişə olduğu kimi 3w.amerikanınsəsi.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.